İnanın ki, qısa bir vaxtda, haradasa 40 dəqiqədən sonra ki, biz tam onların mövqeyini ələ keçirdik, düşməndən ümumiyyətlə bir atəş səsi gəlmədi. Çünki bir adam da yox idi. Səngərdə kim varsa hamısını biz artıq məhv etmişdik. Onların artilleriya bölmələrini, artilleriya silahlarını məhv etmişdik. Düşman bizi atmırdı. Düşman artıq baxdı ki, artilleriya ateşi hardan atırsa biz onu artilleriya ateşi ilə məhv edirik. Snayper hardan atırsa snayperlə məhv edirik. Yəni bu cəhətdən düşman o qədər hazırlıqlı bir ordu ilə qarşılaşdı ki, orada artıq qaçmaqdan başqa əlacı yoxdur onun. Biz yuxarı komandanlıq qarşısından tapşırıq alan kimi Talıkən istiqamətindəki yüksəkliklərdə düşmənin diversiya qruplarının qarşısını aldıq və düşmən itki verdi. İtki verərək geri çəkilməyə başladı. Mən öz qrupumla tankların qabağıca düşmənin iri çaplı silahlarının yerini öyrəndim, aşkar etdim və öz tanklarımızı həminki istiqamətlərə yönləndirdim. Çox sevindim, hamıya arzu edirəm ki, bu torpaqlarda bizim kimi gəlsinlər, olsunlar. Hamı bizim kimi ürəklə burada döyüşsünlər və Azərbaycan torpaqlarının işğal altından azad eləsinlər. Hal-hazırda Talış kənddəyik. Heç bir valideynlər narahat olmasın. Biz döyüşçüyük, vətən uğrunda döyüşürük. Vətən sağ olsun. Mən fəxr edirəm ki, mən öz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıram. Bu ülkəyə şahid xoşbəxt insan. Hamımız bu günü gözləyirik. Həmişə dedik ki, o gün olsun ki, döyüşək. Həmin gün gəl çatıb. İlk öncə də ki, bu əsgərlərin valideynlərinə çox sağ ol deyirəm ki, qorxmaq söhbəti yox.